Belə bir şübhə ortaya atırlar ki, mən nəyə görə bir ərəb dünyasını dəyişib ona görə ağlamalıyam, ona yas saxlamalıyam. Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum. Belə şübhəni ortaya atanlar sözsüz ki, Allahın və Əhl-i Beytin düşmənləridir. Hər kəs ki, özünə müsəlman deyir, İmam Hüseyn əleyhissalama yas saxlamalıdır. Hər kəs ki, Peyğəmbəri qəbul edir, Peyğəmbərin yolunu davam etdirən və Peyğəmbərin cigar parası İmam Hüseyn əleyhissalama yas saxlamalıdır. İmam Hüseyn əleyhissalam özünə görə qiyam etmədi. İmam Hüseyn əleyhissalam özünə görə belə bir faciəvi şəkildə şəhadətə çatmadı. İmam Hüseyn əleyhissalam buyurur: "İnnəmə xərəctu li tələbil islahi fi ümməti cəddi." Mən yalnız cəddimin ümmətini islah etmək üçün qiyam etmişəm. O zamanda Yezid lənətullah İslam dinini təhrif etməklə Peyğəmbər ümmətinin düşüncəsini və əməlini təhrif edirdi. İslam və Peyğəmbər ümməti məhv olmaq təhlükəsi ilə üz-üzə idi. İmam Hüseyn əleyhissalam belə bir zamanda öz ailəsini götürdü və meydana gəldi. Yezid lənətullahla mübarizə apardı və Peyğəmbər ümmətinin islahı üçün öz canını fəda etdi. İmamın bu işi İslamı qiyamət gününə qədər təhlükələrdən sığortaladı. İmam demir ki, mən ərəblərə nicat vermək üçün qiyam etdim, ərəblərin islahı üçün qiyam etdim. İmam buyurur, mən cəddimin ümmətini islah etmək üçün qiyam etdim. Dilindən, irqindən, rəngindən və milliyyətindən asılı olmayaraq hər kəs ki, Peyğəmbərin ümmətidir, İmam buyurur, mən onların islahı üçün qiyam etdim. Öz canımı, malımı, övladlarımı fəda etdim. Hər kəs ki, Peyğəmbəri qəbul edir, onun gətirdiyi dini qəbul edir, Peyğəmbərin ümməti sayılır. Azərbaycan xalqı da müsəlman olduğu üçün, Peyğəmbərin ümməti olduğu üçün İmam Hüseyn əleyhissalam Azərbaycan xalqının da islahı üçün öz canını, malını, övladlarını fəda edib. İmam Hüseyn əleyhissalam demədi ki, onlar Azərbaycanlıdır, mənə nə? İmam Hüseyn əleyhissalam Peyğəmbərin ümmətinin islahı üçün canını fəda edib. Deməli, biz Azərbaycan xalqı olaraq İmam Hüseyn əleyhissalama borcluyuq. Biz Azərbaycan xalqı İmam Hüseyn əleyhissalamın yolunu davam etdirməliyik. İmam Hüseyn əleyhissalamın məntiqini yaşatmalıyıq. Hüseyni həyatı yaşamalıyıq. İmam Hüseyn əleyhissalamı sevməliyik, ona məhəbbət bəsləməliyik. Əgər seviriksə, onun qəm günündə qəmlənməliyik, onun üçün əza saxlamalıyıq. Bu sadə bir məntiqdir. Əgər İmam Hüseyn əleyhissalamın məntiqi ilə yaşasaq, İmam Hüseyn əleyhissalamın məntiqini öz həyatımıza hakim etsək, İmam Hüseyn əleyhissalamın məntiqi o ərəbdir, mən nə üçün ona ağlamalıyam, onun üçün yas saxlamalıyam şübhəsini batil edər. Müsəlman şəxs, Peyğəmbərin ümməti belə bir şübhəyə aldanmaz. İmam Hüseyn əleyhissalamın məntiqi nə idi? İmam Hüseyn əleyhissalamın məntiqi ümmətçilik məntiqi idi. İnnəmə xərəctu li tələbil islahi fi ümməti cəddi. Mən cəddimin ümmətini islah etmək üçün qiyam etmişəm. Yəni, dilindən, irqindən, rəngindən, milliyyətindən asılı olmayaraq, hər kəs ki, Peyğəmbərin ümmətidir, mən onların islahı üçün qiyam etmişəm. Ümmətçilik təfəkkürü İslama xidmətidir. Millətçilik təfəkkürü isə İslamın düşmənlərinə xidmət edir. Millətçilik təfəkkürü insan üçün tağutdur. Tağut insanı nurdan zülmətə tərəf çəkir. Onlar ki, millətçilik təfəkküründədirlər, onlar həm düşmənə xidmət edirlər, həm də zülmət içindədirlər. Bu təfəkkürün zəncirində əsir olublar. Allah Teala inşallah bizləri İmam Hüseyn əleyhissalamın həqiqi əzadarlarından qərar versin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.